Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə sep və n parametrləri, power qüvvət funksiyası və mass SQRT funksiyası haqqında danışacağıq. Deməli, uşaqlar, normalda biz print funksiyası daxilində elementləri vergül vasitəsilə ayırdıqda, çapa verdikdə bu avtomatik şəkildə hər element arasında bir boşluq çıxardır. Baxın, bu şəkildə. İndi isə mən istəyirəm ki, bu elementlər arasında hər hansı bir simvoldan istifadə edeyim. Elə tutaq ki, məsələn, vergül simvolundan, vergül işarəsindən istifadə edeyim. Bundan ötəri separate parametrindən istifadə edirəm. Separate ingilis sözü olub ayrıc deməkdir və qısaldılmış şəkildə baxın bu şəkildə yazılır. Yaxşı, indi mən gəlirəm buradan parametrimi əlavə edirəm. Yazılış da bu şəkildədir. Baxın, indi burada bu dırnaq işarəsi daxilində hansı bir simvolu əlavə etsəm, ayrıc şəklində bütün elementlər arasında ondan istifadə olunacaq. Tutaq ki, məsələn, gəlib bura vergül işarəsini əlavə edirəm. Kodu işə salıram. Fikir verin. Bayaq boşluq var idi, indi isə vergül işarəsindən istifadə etdik deyə vergül vasitəsilə bu elementlər bir-birindən ayrıldı. Və yaxud da ki, başqa işarələr də istifadə edə bilərəm, başqa simvollardan da istifadə edə bilərəm burada. Bu şəkildə əks elətdirir bizdə belə. Bir də bir məsələ var ki, əgər burada dırnaq işarəsinin daxilində heç bir simvol olmasa, bu bütün elementləri bir-birinə birləşdirərək çıxardır ekrana. Baxın, indi heç bir simvol yerləşdirməmişik. İndi bunun da bir nüansı var ki, ola bilər ki, dırnaq daxilində bir probel olsun, bir boşluq olsun. Onda həmən o boşluğu yenə də bu elementlər arasında yansıdır. Heç bir şey olmasa, yəni dırnaqların məsafəsi bir-birinə daha yaxın olduqda, yəni ki, sən heç bir simvol əlavə etməmisən, boşluq da əlavə etməmisən, o zaman bu elementlər bir-birinə bitişik şəkildə çıxardır. Bax, fikir verin, bütün elementlər bir-birinə bitişik şəkildə çıxdı belə. Yaxşı, indi bunun burasını bildik. Bir də var, bu yazılmış elementləri mən istəyirəm ki, hər bir element ayrıca bir sətirdə olsun. Sətir və sətir çıxardaq ekrana. Bundan ötəri /n ifadəsindən istifadə edirəm. /n daxil edirəm və kodu işə salıram. Baxın, gördüyünüz kimi burada bütün elementlər, neçə element daxil etmişsinizsə, hamısı nə olacaq? Ayrıca bir sətirdə əks olunur bu şəkildə. Yaxşı, indi bu /n-i siz bu ifadənin daxilində də görə bilərsiniz. Tutaq ki, məsələn, mən gəlirəm buradan, sep bərabər /n ifadəsini silirəm buradan. Tutaq ki, gəlirəm burada Ceyhun adından sonra /n əlavə edirəm. Bunu əlavə etmişəmsə, artıq gələcək, bax, fikir verin, /n hardadır? Ceyhundan dərhal sonra. Bax, kodu bura qədər oxuyur Ceyhun. Bu /n-i görən kimi avtomatik sağda qalan bu hissə ki var, bu hissəni atıb növbəti sətrə. Biz dedik axı, /n ifadəsi sətrə keçirməkdən ötəridir. Gəldik bura, keçirdik növbəti sətrə. İndi burada bir boşluğun olmasının səbəbi isə burada daxil etdiyimiz vergül işarəsidir. Mən bunu buradan yığışdırsam, silsəm, bax, fikir verin, eyniləşdir sətr məsafələri də bu şəkildə. Və yaxud da ki, gəlirəm burada ixtiyari bir yerdə əlavə edə bilərəm. /n əlavə edirəm bura. Yenə proqramı işə salıram. Yenə də bax, fikir verin. /n yəni hara əlavə etmişəmsə, oradan sağda qalan hissəni növbəti sətrə keçirilir. Uşaqlar, ola bilər ki, 2 /n-dən istifadə olunur. Yəni, bir dənə /n nəyə görür? Sətrə keçirilir. Ola bilər ki, məsələn, yazılsın burada da bir dənə də /n. Bax, artıq bu neyinir? Bir sətr aşağı keçirilir. 2 dənə yazılıbsa, deməli, 2 sətr aşağı keçiriləcək də artıq bu. Bu qaytaraq belə. Aləmi qatdıq. Aha. Kodu gəlirəm buradan işə salıram. Bax, fikir verin. Əl, bir dənə /n var axı. Bu /n gətirdi bizi atdı bura. Növbəti /n isə bir sətirdə atdı bura, başladı buradan i, aydan, fidan və s. və bu şəkildə əlavə etməyə. Yaxşı. Ola bilər bu sep parametrinin içərisində də olsun, ola bilər bu şəkildə ifadənin içərisində də olsun, elementlərin daxilində də yazılsın. Bunları yadda saxlayırsınız. Yaxşı. Bu olur bizim separate ayrız. Bir də var end. End nədir? End son deməkdir də, sonluq. Gəlirəm end bərabərdir. Deməli, yazıram. Verilmiş elementlərin sonuna hər hansı bir simvol və yaxud ki, ifadə əlavə edə bilərəm. Tutaq ki, məsələn, buradan deyirəm ki, nöqtə işarəsini əlavə eləsin. Və fikir verin burada. Ceyhun Əli Aydan fidan nöqtə. Və yaxud da ki, başqa simvoldan da istifadə edə bilərəm. Və yaxud da ki, hər hansı bir ifadə də əlavə edə bilərəm bura. Tutaq ki, məsələn, yazıram bura. Ceyhun, Əli, Aydan, Fidan informatikadan yüksək bal topladılar. Yazıram informatikadan yüksək bal topladılar.
Və gəlib proqramı icra edirəm. Və fikir verin, Ceyhun, Əli, Aydan, Fidan informatikadan yüksək bal topladılar. Həmin qeyd etdiyim ifadə nə oldu? Bu elementlər ki var, qeyd etdiyimiz, bunu sonuna əlavə etdi. İndi burada bir məsələ var ki, Fidanla informatika bitişik yazılıbdı. Bunun qarşısını almaqdan ötəri, belə deyək də, ayrı yazmaqdan ötəri, gəlirəm burada dırnaq daxilində görürsünüz informatikadan ifadəsinin əvvəlinə bir boşluq əlavə edirəm və kodu işə salıram. Fikir verin bu şəkildə. Ceyhun, Əli, Aydan, Fidan informatikadan yüksək bal topladılar. Toplayırlar yazmışıq. Topladılar. Belə. Yaxşı, bu oldu bizim nəyimiz? End parametrimiz sonluq əlavə edir. Deməli, ola bilər ki, ayrı-ayrı print əmrləri olsun kod daxilində. Biz bunları yanaşı yenə də çap edə bilərik. Tutaq ki, məsələn, yazıram bura Orxan. Bir dəfə Orxan çap eləsin. Bir dəfə isə print Əlizadə. Bax, indi bunu çapa göndərirəm. Burada olur Orxan Əlizadə bu şəkildə. İndi bu yazılmış əlavə printlər ki var, bunları da eyni sətirdə əlavə edə bilərik. Gəlirəm buradan, daxil edirik end parametrin və baxın, birinci printimdə nə var idi? Orxan. End yazıramsa, artıq ikinci printi bunun sonuna əlavə edəcək. Yəni, bir sətirdə yazacaq. Gəlirəm burada endin daxilində hər hansı simvoldan istifadə edə bilərəm və yaxud da ki, boşluqdan istifadə edir. Tutaq ki, məsələn, boşluq işarəsini əlavə edirəm. Çapa göndərirəm, fikir verin, Orxan Əlizadə. Və yaxud da ki, məsələn, hər hansı başqa bir simvoldan istifadə edə bilərəm bu şəkildə. Yəni, bir neçə print əmrin birləşdirib eyni sətirdə yaza bilərik end parametrinin köməyi ilə. Birinci printin sonuna ikinci printi birləşdirirəm, bir sətirdə yazıram. Belə. İndi gəldik power funksiyasına. Power funksiyası nədir? Biz keçən dərsimizdə qüvvət üstündən danışmışdıq. Tutaq ki, məsələn, hər hansı ədədin qüvvət üstünü tapmaq istəyirəmsə, tutaq ki, 8-in kubunu tapmaq istəyirəm. Demişdik ki, birinci hissədə əsası yazıram, boşa ulduzdan istifadə edirəm. İkinci hissədə qüvvət yazıram, 8-in kubu. Çapa göndərirəm, 512 bu şəkildə. İndi bunu fərqli şəkildə də görə bilərsiniz. Fərqli şəkil odur ki, power, x, y bu şəkildə görə bilərsiniz. Burada da yenə x-in yerində əsas dayanır, y-in yerində isə qüvvəti dayanır. Gəlirəm, indi həmən funksiyanı yazıram bura. Yaxşı, bunu belə yazaq ki, daha yaxşı olsun. A bərabərdir. Funksiyanı daxil edirəm qısa şəkildə. Power funksiyası bu şəkildə yazılır. Deyirəm ki, birinci hissəyə yazıram nəyi? Əsası. İkinci hissəyə yazıram qüvvəti. Dərəcəsini. Burada gəlirəm print A-nı çap eləsin. A-nı çap edir 512. Ola bilər ki, məsələn 805 olsun. Çap edir burada bu şəkildə. Ola bilər ki, 802 olsun. Çap edir belə 64. Yəni, hər iki formada bu qüvvətini yaza bilərik. Görə bilərik və yaxud da ki, belə. İndi biz bu funksiyanın iki parametri olduğunu bildik. Birinci əsasdır, ikinci qüvvətdir. Hesablayıb bizə əks elətdirir. Bir də var 3 dənə parametr əks olunsun. X, Y, Z parametri. İndi bu nədir? Baxın, bu uşaqlar. Bu power X, Y. X-in qüvvətini tapır. Z-ə bölür, qalığı qeyd edir. Yəni, bu ifadə bir-birinə bərabərdir. X-in qüvvətini tapıram. Y dərəcədən qüvvətini tapıram. Və nə edirəm? Z-ə bölüb qalığı qeyd edirəm. İndi gəlin yaxşı yazaq burada. Qeyd edirəm 3-cü dəyişənimi. Tutaq ki, yazıram bura 5. Biz dedik ki, nə iş görür? 8-in kvadratını tapacaq, 5-ə bölüb qalığı qeyd edəcək. 8-in kvadratı 64-dür. 5-ə böləndə qalıq nə qalır? 4 qalır. Gəlirəm, çapa göndərim, həqiqətən görürəm 4 oldu. Və yaxud da ki, 3 də qeyd edə bilərəm burada. 64 3-ə bölündü, qalığımız qalır 1. 2 ola bilər. 2 olsa artıq 64 2 tam bölünür deyə təbii ki, 0 əks elətdirəcək bizə bu şəkildə. Bu olur bizim power funksiyamız. İndi isə keçirik məhz SQRT funksiyasına. Bu, hər hansı ədədin kökün tapır. Deməli, uşaqlar, biz kökaltı ifadəni taparkən, yəni bu funksiyanı daxil edərkən, mütləqdir ki, import məhz kitabxanasını çağırmalıyıq. Gəlirəm, yazıram buradan. Düşünəm, indi aşağıdan rahat şəkildə yaza bilərəm. A bərabərdir. Funksiyam nədir? Məhz SQRT. Yazıram bura.
Tutaq ki 81 və print A. Print A-nı çıxarsın. Görək bayaqki printi silmişik, buradan bəli silmişik. Gəlirəm çapa göndərirəm. Bax fikir verin. 9.0 yadınızda saxlayın ki, kökaltı ifadə hər zaman float tipli, yəni həqiqi ədəd tipli oxunur, qəbul olunur, bizə qaytarılır. Fərq eləmir. Tam ədəd kimi yazmışıq bura, amma kökaltı ifadə deyə nə olur? Float tipində olur. Və ya da ki, başqasını yaza bilərik bura. Yazıram elə bura 1024 32-nin kvadratıdır. Və s. və ilaxır biz bu şəkildə nə edə bilərik? Kökaltı ifadələri tapa bilərik. Yaxşı. Uşaqlar, gəlin belə bir nümunəyə baxaq. A dəyişənində power 3, 2 var. Bu nə deməkdir? 3-ün kvadratı 9. B dəyişənində isə məhz SQL 16. 16 nə olacaq? 4.0. Və bunun qiyməti 9-dur. Bunun qiyməti isə 4 deyil, 4.0-dır. 4.0. Çünki biz dedik ki, kökaltı ifadə bizə nə qaytarır? Həqiqi ədəd. Yaxşı, indi gəlirəm burada A, B, separate, ayrıc. Nə deyir bizə? Deyir ki, A və B arasında hansı ayrıcdan istifadə elə? Üstəgəl plus ayrıcından istifadə elə. Bax, bu gəl toplamır burada. 9 üstəgəl gəlinsin 4, 13.0 belə yazmır. Gəlin indi baxaq, olduğu kimi də qalır. 9 üzərinə gəlsin 4.0. Baxın, bu şəkildə əks etdirir. Yaxşı uşaqlar, bugünkü dərsimizdə bu qədər. Növbəti dərsimizdə görüşənədək.